Nürnbergdən ayrılan Azərbaycan millisinin üzvü Mahir Əmrəli Almaniya klubu ilə vidalaşıb. 27 yaşlı hücumçu bununla bağlı Instagram hesabında paylaşım edib. Millimizin üzvü Alman dilində yazdığı vida mesajında qeyd edib. Hər bir futbolçunun karyerasında elə klublar olur ki, onlar sadəcə yolun bir hissəsi olmur, insanın bir parçasına çevrilir. Mənim üçün Nürnberg məhz belə bir klub oldu. Azərbaycanlı bir futbolçu üçün Avropanın ən tarixi klublarından birində oynamaq böyük qürur mənbəyidir. Amma bundan daha dəyərli şey yalnız meydanda olmaq deyil, əsl əfsanə olan Miroslav Klose ilə çalışmaq imkanı idi. Bu mənim uşaqlıq arzumun gerçəkləşdiyi an idi. Əziz Nürnberg ailəsi, siz mənə güvəndiniz və mən də bu formanı hər dəfə geyindikdə, vurduğum hər qolda, apardığım hər mübarizədə sizi qürurlandırmağa çalışdım. Bu formanı yalnız bədənimdə deyil, qürurla ürəyimdə daşıdım. Çünki arxamda siz vardınız, əziz azarkeşlər. Bugün Nürnbergdən ayrılıram, amma arxa fonda hələ də sizin səslərinizi, alqışlarınızı və bu şəhərin döyüntüsünü eşidirəm və ürəyimdə heç vaxt unudulmayacaq bir sevgini özümlə aparıram. Nürnberg azarkeşləri də Mahir Əmrəlinin klubdan ayrılmasına böyük təəssüf hissi ilə yanaşırlar. Sosial şəbəkələrdə bir çox fanatlar Mahirin ən azı bir mövsümdə komandada qalmalı olduğunu vurğulayırlar. Son oyunlarda onun göstərdiyi performans, qətiyyəti və mübariz ruhu azarkeşlərin sevgisini daha da artırmışdı. Lakin artıq qərar verilib. Mahir Əmrəli növbəti mövsümdə də Almaniyada qalacaq kimi görünür. Onun Sankt Pauli klubuna keçidi isə ən real variantlardan biri hesab olunur. Əgər Bundesliga təmsilçisi ilə razılıq əldə olunarsa, bu transfer həm Mahirin karyerası, həm də Azərbaycan futbolu üçün böyük bir şans ola bilər. Bu potensial keçid Mahirin daha yüksək səviyyəli bir liqada özünü sınaması və Azərbaycan futbolunun beynəlxalq arenada daha çox tanınması baxımından mühüm əhəmiyyət daşıyır. Sonda qeyd edək ki, Mahir Əmrəli 2-ci Bundesligada bu mövsüm 24 oyuna 10 qol vurub. O əlavə olaraq kubokda da bir maçda fərqlənib. Beləliklə, Azərbaycanlı futbolçu Almaniyada mövsümü 11 qolla yekunlaşdırıb. Mahirə yeni mərhələdə uğurlar arzulayırıq. Siz də videonu bəyəndinizsə bəyənməyi, kanala abunə olmağı unutmayın. Sağ olun.